هبت رياح العاصفة، هبت رياح العاصفة، هبت رياح العاصفة، على الأيادي الخاطفة، هبت رياح العاصفة. Ey özünü İslam'a nispət edən, La ilahə illallah, bu sadəcə bir kəlmə deyil. Bu, həyatın yönünü, dostunun və düşmənin kim olduğunu təyin edən bir şüardır. Bu kəlmə ilə sən yalnız Allaha ibadət edəcəyinə, onun qanunlarını üstün tutacağına, onun dostunu dost, düşmənini düşmən biləcəyinə and içmisən. Bəs nə üçün Allahın düşmənləri ilə saf bağlayırsan? Nə üçün haqqın qarşısında duranlara səssiz qalırsan? Hətta bəzən onlara dəstək olursan. Ey insan, nə üçün tağutun bayrağını ucaldır, amma İslamın bayrağını unudursan? Tağutun simvollarını, onun sistemini və qanunlarını sevə-sevə qəbul edirsənsə, bu, La ilahə illallah deyərək boynuna götürdüyün əhdə ziddir. Sevgin yalnız Allaha və onun dininə olmalıdır. İman həm sevgi, həm də nifrət ilə yaşanır. Haqqı sev, batildən uzaq dur. Unutma ki, İslam adla deyil, əməllə yaşanır. Əgər La ilahə illallah deyirsənsə, onun haqqını verməlisən. Allahın dostlarını sevib düşmənlərindən uzaq ol. Əgər haqq yolundan saparsansa, bu kəlmə səni xilas etməz. Çünki o yalnız dildə deyil, qəlb və əməllə təsdiq olunmalıdır. Oyan, oyan ey özünü İslam'a nisbət edən, oyan. Oyan tərəfini seç. Allahın safında ol və yalnız onun rızasını axtar. هبت رياح العاصفة على الأيادي الخاطفة واقتلعت جذورها مع السيول الجارفة واقتلعت جذورها مع السيول الجارفة اليوم ويل من بغى